Salam, sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm, əziz izləyicilərim. Bu günləri puding hazırlayacağım. Mən puding üçün 4-5 qaşıq, yəni una baxır, qaşığınıza baxır, un götürmüşəm. Həmişə tökürdüm mən kraxmalda. İndi tökməmişəm qızlar, çünki kraxmalım olmadığı üçün kraxmal vurmamışam. Siz də vurmaya bilərsiniz. Yəni o qədər də vacib deyil. 1 stəkan şəkər tozu götürmüşəm. 3 qaşıq da, 3-4 qaşıq da kakao. Kakaonuza baxır. Çünki çəki ilə alınan kakaolar yəni tünd olur, yaxşı olur. Amma paketdə olan, düzdür, Kentin kakaoları yaxşı olur, amma yəni o birisilər yaxşı olmur. Ona görə də yəni kakaoya fikir verin. Mən 3 dolu qaşıq götürmüşəm. Çünki şokolad da vuracağım, damla şokolatı. Ona görə də çox götürmədim. Gördüyünüz kimi damla şokoladın da yarısını tökmüşəm. Yarısı da qalıbdı. Yarısını sonra tökəcəm. Belə qarışdırıram hər tərəfli. Çünki unla kakaonu, bir də şəkər tozunu birlikdə qarışdırıram ki, pot alınmasın. Yoxsa içərisində yəni süd, əvvəlcə südü tökəndən sonra onları tökəndə istər-istəməz toparlanır, pis olur. Ona görə də birinci növbədə yəni əvvəlcədən un, şəkər tozu, kakaonu qarışdıranda daha yaxşı olur. Vanil də vura bilərsiniz qızlar. Mən şokolad vurduğum üçün vanil vurmadım. Yenə dediyim kimi siz istəsəniz öz zövqünüzə görə şokolad da vura bilərsiniz. Vanil də, düzdür, vanil də olanda yaxşı olur. Amma mən indi bu dəfə kakao, bir də damla şokoladı vurmuşam. Damla şokoladını da çox etdim deyən. Ona görə də yəni belə deyim, vanil vurmadım. Yaxşıca qarışdırıram ki, təmiz açılsın. Yəni potları qalmasın. Qalanda toparlanır. Bişəndə də onun içərisində un toparlanır, qalır, xəmir halında olur. Ona görə də əlinizdə yaxşı açın. Ondan sonra yəni ocağın üzərinə qoyun. Belə qızlar, mən hər zaman bu üsulla hazırlayıram. Çox gözəl olur. Heç yəni satın almadan dadı fərqlənmir. Çox da dadlı olur. Bizim evdə sevə-sevə yəni yeyirlər uşaqlar. Uşaqların ən sevdiyi bir şirniyyatdır. Bəlkə də yəni tortdan, şirniyyatlardan belə deyim, ən çox sevdikləri bir yəni puding onlar üçün bir başqadır, yəni şirniyyatlardan. Ona görə də tez-tez hazırlayıram. İstər belə yəni qablarda, istər də keks qablarına tökürəm. Yəni fərqli olsun deyən. Bir də bizim uşaqlar belə deyim, mən bir dəfə etmişəm orta hissəsinə peçeni əzib tökmüşəm. Onu xoşları gəlmədi. Sırf elə yəni pudingin özünü istədilər. Düzdür, onlar qozdu da sevmirlər. Mən özüm üçün 2 ədədini qozdu etmişəm. Qalanını sadə etmişəm. Bəzən elə olur ki, üzərinə kakos da əlavə edirəm. Amma indi kakos vurmamışam. Uşaqlar dediyim kimi sadə istədikləri üçün kakos vurmamışam. Qozdu etmişəm 2 ədəd. Yarım litr süddən istifadə etdim qızlar. Bildiyimiz kimi 1 litr südümüz 5 stəkandırsa da, yəni yarım litrdə 2 stəkan yarımdır. 2 stəkan yarımdan da 5 dənə qab çıxır. Yəni puding qabı, indi görəcəksiniz hansı qablara mən tökmüşəm. O qabla 5 hər zaman da elə edirəm. Yəni bir dəfəlik bizə bəs edir. Əlimi buraxmadan yaxşıca qarışdırıram ki, dibi yapışmasın, dibi tutmasın. Yəni dibi tutanda yaxşı olmur. Sonda isə görürəm ki, əlimin altında qatılaşır. Onda biraz yağ götürürəm, yağ atıram. Yağı da yəni tam əriyib, tam qarışandan sonra qazın altını söndürürəm. Çox gözəl olur qızlar. Yəni
bilmirəm, hərə bir cürə üsulla yəni hazırlayır. Mən də bu üsulla hazırladım. İndi mən yenə deyirəm, hər videomda dediyim kimi heç kimi öyrətmək məqsədindən kiməsə yəni nəyisə öyrətmirəm. Sadəcə bir vlog olaraq çəkdim. Evdə hazırladığım, yəni şirniyyatı çəkdim bir vlog kimi, bir heç kimi də yenə dediyim kimi öyrətmirəm. Sadəcə bir vlog kimi istədim kanalımda olsun. Əgər hardasa yanlış etmişəmsə də, yəni fikirləriniz mənim üçün maraqlı olar ki, yəni fikirlərinizi gözləyirəm yorumlarda. Bəlkə də başqa üsulla da edirsiniz, onu mən bilmirəm. Yəni onları rəylərdə yazıb mənə çatdıra bilərsiniz. Yəni fikirləriniz mənim üçün açıqdır. Yəni bəlkə də dediyim kimi hansısa bir nəyisə bilmirəmsə də mən onu sizdən öyrənməyə hazıram. Belə qatı şəklində etdim qızlar. Yəni suyuq etməmişəm. Bizimkilər qatı xoşlayır. Ona görə də belə qatı etmişəm. Dediyim kimi 2 ədədinin üzərini qozla bəzəyəcəm. Sadəcə xırda-xırda qozu doğrayıb üzərinə tökəcəm. Yəni orada bəzəməli bir nəsə yoxdur. Yəni sadəcə qozları xırda-xırda doğrayıb üzərinə tökəcəm. İstəsəniz siz iri, yəni bütöv halında da yəni qoya bilərsiniz. Sadəcə mən doğradım ki, biraz üzərinə görünüşü başqa cürə olsun, belə deyim. Dediyim kimi 5 ədəd yəni belə çıxır. Yəni bir dəfəlik bizə yəni polunu bəs edir. Siz istəsəniz ailədə məsələn belə deyim, çox adam varsa da onu yəni 1 litrdən də edə bilərsiniz. Mən sadəcə yəni 4 nəfər idik. Yoldaşım yemir belə, yəni şirniyyat, puding belə yəni bir şeyləri. Sadəcə özümüzə hazırladım. Yəni biri də artıq çıxdı. Çox da gözəl oldu. Dediyim kimi, yəni mən bir vlog kimi çəkirəm. İstədim ki, kanalımda da olsun. Çünki əvvəlki kanalımda var idi. Sadəcə o kanalım silindiyi üçün yenidən istədim ki, bu kanalımda da yenə puding elə hazırlayırdım uşaqlara. İstədim bu kanalımda da bir video olsun, bir vlog halında olsun. Xırda-xırda doğrayıram qızlar. Nə elə yəni belə deyim də, böyük şəklində doğramıram. Nə də elə xırda, lap doğramıram. Xırda şəklində doğrayıram. Orta, yəni xırdalığında da üzərinə vururam. Mən belə deyim, üzəri peçenyəli də xoşum gəlir. Sadəcə uşaqlar sevmədiyi üçün etmədim. Elə sadə özümə bilən qozda etdim. Mən kakoslu da xoşlayıram. Amma evdə sevmədikləri üçün mən vurmamışam. Mənə xoş olur ki, bunun yəni üzəri bəzəkli olsun və yaxud da orta hissəsinə 2 rəngli olsun. Orta hissəsinə peçenya əzim töküm, yarı hissəsinə isə puding. Bir dəfə etmişdim, çox gözəl də oldu. Özüm xoşum gəldi. Sadəcə uşaqlar yenə dediyim kimi yemədikləri üçün etmədim. İstədim onlarınki sadə olsun. Nəsə onlar sadəni daha çox sevirlər. Nəinki bu üstü bəzəkli olsun, üstü qozlu və yaxud da ki kakoslu olsun. Belə qızlar, mən hazırladım. Yəni bişirdim, hazırladım. İkisinin üzərini qozla bəzədim. Amma üçü elə yəni sadə şəklində qaldı. Əgər bəyəndinizsə də bəyən düyməsini basmağı hər birinizdən gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı, yorum yazmağı hər birinizdən gözləyirəm. Mənə dəstək olmağınızı, yəni hər biriniz əsirgəməyin ki, mən o kanalımı yenə qaldırım, o səviyyə gəlim, çatım.
abunəliyimi tamamlayım, baxış saatımı tamamlayım sizlərin sayəsində. Çünki o birisi kanalımda sizlərin sayəsində tamamlamışdım. Yenə istəyirəm ki, sizlərin sayəsində, sizlərin köməyi ilə, dəstəyi ilə yenə kanalımı qaldırım. Sizlər mənim kanalım belə qalxanda mən də həvəslənirəm, videolar çəkməyə daha da çox həvəslənirəm, daha da maraqlı videolar çəkməyə çalışıram. Belə qızlar, göz haqqınızı halal edin. Videomu bəyəndinizsə bəyən düyməsini basın. Yenə deyirəm, kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm əziz izləyicilərim. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər.